Rusiyada 1 mart tarixindən etibarən hamilə qadınlar haqqında məlumatları özündə əks etdirən yeni dövlət reyestri fəaliyyətə başlayacaq. Yeniavaz.com RBK-yə istinadən xəbər verir ki, reyestrdə hamiləliyin qeydiyyat tarixi və həmin dövrdə hamiləlik yaşı, köməkçi reproduktiv texnologiyalardan istifadə faktı, hamiləliyin nəticəsi, kritik mamalıq vəziyyətinin olub-olmaması, uşağın doğum tarixi və vaxtı, cinsi, boyu, çəkisi kimi məlumatlar toplanacaq. Bundan əlavə perinatal dövrdə fərdi vəziyyətlərin inkişafı, eləcə də uşaqlarda andan gəlmə anomaliyalar, deformasiyalar və ya xromosom anomaliyaları barədə məlumatda sistemdə əks olunacaq. Sənədə əsasən hamiləliyin ilk 12 həftəsi ərzində qeydiyyata alınan qadınların faizi ayrıca göstəriləcək. Həmçinin köməkçi reproduktiv texnologiyalardan istifadə edən hamilə qadınların və bu üsullarla baş tutaraq doğuşla nəticələnən hamiləliklərin payı da izlənəcək. Reyestrdə normal hamiləliklərin, tam müddətli doğuşların, perinatal dövrdə müəyyən patologiyalar inkişaf etdirən körpələrin və doğuşdan sonra anadan gəlmə qüsurlar diaqnozu qoyulan uşaqların nisbəti də nəzarətdə saxlanılacaq. Yeni reyestrin tətbiqi Rusiyada doğum göstəricilərinin azaldığı bir dövrə təsadüf edir. Rostatın məlumatlarına görə 2025-ci ilin dekabr ayına olan vəziyyətə əsasən ümumi doğum nisbəti 1374 təşkil edib. Bu göstərici bir qadının reproduktiv dövr ərzində orta hesabla neçə uşaq dünyaya gətirəcəyini əks etdirir. Redomosti nəşri yanvar ayında Rostatın məlumatlarına istinadən ümumi doğum nisbətinin azalmağa davam etdiyini yazıb. Rusiyada ümumi doğum nisbətinin 19 illik minimuma düşdüyü bildirilir. Nəşrin məlumatına görə 2025-ci ilin may ayında hər qadına düşən doğum sayı 1376 olub ki, bu da 2006-cı ildən bəri ən aşağı göstəricidir. Müqayisə üçün 2024-cü ilin sonunda bu rəqəm 1,4, 2023-cü ildə isə 1,41 təşkil edib.